Azərbaycanda enerji səmərəliliyinin artırılması məqsədi ilə közərmə lampalarının dövriyyədən çıxarılması prosesi davam edir. Bugündən etibarən 25 wattdan 60 wattadək gücə malik közərmə lampalarının istehsalı, idxalı və satışı qadağan olunub. Daha əvvəl isə 60 watt və yuxarı gücə malik lampaların dövriyyəsi dayandırılmışdı. Qadağa sənaye istehsalı proseslərində istifadə olunan, eləcə də sənaye avadanlıqlarında işıqlandırmadan başqa texnoloji funksiyalar üçün nəzərdə tutulan közərmə lampalarına şamil edilmir. Qeyd edək ki, 25 watt və daha yuxarı gücə malik işıqlandırma məqsədi ilə istifadə olunan közərmə lampalarının qanunsuz idxalı, istehsalı və ya satışına görə həmin lampalar müsadirə edilir. Bu əmələ görə vəzifəli şəxslər 1000-1500, hüquqi şəxslər isə 3000-4000 manat cərimə olunur. Xəta bir il ərzində təkrar törədildikdə isə cərimələr vəzifəli şəxslər üçün 1500-2000, hüquqi şəxslər üçün isə 4000-5000 manata qədər artırılır. 60 watt gücündə közərmə lampasının verdiyi işığı cəmi 7 watt gücündə LED lampa ilə əldə etmək mümkündür. Digər tərəfdən, közərmə lampalarının ömrü çox azdır. LED lampalar isə 15.000 saat və ya 7 il ərzində istismar oluna bilir. Bu dövr ərzində 15-17 ədəd közərmə lampası dəyişmək tələb oluna bilərdi. Digər tərəfdən, daha az enerji istehlak olunduğu üçün LED lampalar ekoloji cəhətdən də daha təmizdir. Çünki ətraf mühitə karbon qazı emissiyalarının miqdarı daha az atılır.